Salam, bugün yemekteyiz. Naslı çəkirik. Dənizdən sonra Naslı dənizi görməmişsiniz, amma Naslını görəsiniz. Və kombodur, Ülvinin də ad günüdür. Ay, dolunay sansı. Dolunay. Dolunay. Manifestiyiz. Hansı manifestiyesiniz? Neydi o? Kızın adı? Mina. Mavi saçın. Zoktay. ya. Sıxıcı. Sen bilirsən manifest nədir? Sen olmayanda çıxıblar. Bilmiyorum hocam. Hilal. Tamam. Esi. Aslında ben hiç fikirləşmirəm. Sən nəsə bir şeylərdi ki, ben Esin... Burası mekbekimiz. Çok büyük çekim. Evet ki tam yerleşmemişik. Selfie tutuyor yanından. Yok. 100 faiz mən öldürəcək. Səni 100% öldürəcək. İşte avarım. Biz çatdım. Alacağım bir də. Xəstə deyil. Mesaj Ətləri eləyir bacım. Evet. Düyünü suya qoyub. Çörəyi pişirdim mən. Kəsdik, elədik. Markete giririk. Ülvin tapdım. Aç günümdə, bəssin də. Birdən nasıl qəşəng yemək eləməsə, pendir çörəklə qarpız yesin də. pendir çörək də bərk xoşlayır. Bərçi qoy. 6-cı bu verdi. Bu yox eləmir burada. Davudun en sevdiği şirin yaptım bu. Bu uşaq ağzının adını bilir. O çok ağır. Tez əriyəcək. Çok belirli. Eklərdən bizə ikram edərlər mi səncə? Yox. Burada görmediler mi? Burada da süfre hazırlayacağız bura. Süfremizi elədik. Süfremiz biraz dar olduğu için böyle oldu ama çok şirin. Ülvinin tortu 3 tane şam, atalar 3 tane deyip diye. Hey Ülvi Bey, adı gününüzün necə keçəcəyi düşünürsünüz? Bok gibi. 2-3 saat qalıb qutarmağına. Davud, əməlli əziyyət çəkirsən axı. Əsərdən gəldim yəni. Ya çok cool görsəniz, davay. Bu yeri işə yaman da elədi. Təpəmizə də su axır axı. Mürsel işte, navigator Mürsel. Ay içim çəkildi, bu niyə bu kadar dişdi? Navigator Mürsel. Bunlar marketdə qaldılar. Ben səndən. Şeydir. Marketdə qalırlar. Lan? Marketə girdik. Backrooms. Backrooms ayıq. Sən bizi qaldırarsan da onu. Mən də Liftdəyik. Mənim yana basım indi. Bas görüm bas. Trosla qaldırır. Gelin. Happy birthday to you. To you. Happy birthday. Tutmadın. Tuttum. Ben hediyesini vereyim. PlayStation 5 almışız ha. Ama bundan. Ekstra ben hediyem var. Tamam mı bak? Hayır. Nah şəhərə. Kamera ağzıma tutuyor. Ben sen çekmem. Ocakta yemek. Necədir mən hədiyəmdir bu özə? Hadi kalın. Çok tatlı. Vlog bendedir davamı. Abi sen de aramış, patlatmışım. 15 tane video. Taksi şoförüne kırgın idim başım. Bu cici şeyler var. Mayo Bey'in hamımıza ayrı özel bir şeyleri olacak. Görebiliriz. Ama bunu hiç kim birbirine diyemez. Nasıl Hanım, nasıl? Neler yapıyorsunuz? Ay Allah şöyle demlir bu. Ay Allah. Yok yok.
iş kadınıyım ya. İş kadınıyım. Anlamıyorlar. Uğur Bey yemeğinize bok gibi dedi. Ne yapsaydım ben de odaya mı girseydim? En çok şikayet olanlardan da. Mən hədiyyə. Özün seçersen. Hediye almamışım axı. Pulum verəcək, hediye almamışım. Bu nətərdir bax, bu çox qəşəngdir, xoşuma gəldi. Ben aldım. Ya bunu da ben aldım. Oo, nedir? Şişədir bu. Şirin. Mən kameramanım. Mən kameramanım. Sən bax. Hayda, yemekteyiz de daha ilk defa iştirak ediyorum. Ben inanmıram. Unutacağız deyəndəki yəni gözünüzü xəstə. İnanmıram dedi. Birincisi menüye bir tane desin. İnşallah deyilsin. Elimizde kazmaklı aş var. Kazmaklı. Evet, bugün öğrendim. Niye? Türkçe danışsın. Evin ortamını sağlıklı yolunu aldıracağım bu hürmetsizliği için. Senin puanın yoktu bu arada. Ben de size geleceğim. Size cinsiz gelmiş yani 6 puan almışım Sefer 30'dan. salatımız var. En sonunda ise waffle yapacağım. Hani onu yediririz. Bu arada çok gereksiz. Azərbaycan mətbəxindən bir dənə aş var. O da Hindistan'a daha çox şeydir. Daha çox belə Avropaya qatılır. Doğğa nədir? Şey deyirəm. Sen pomidor. Pahalı pomidor değil mi? Sen sekiz. İnşallah bu çöldən sifariş eləməyib də yəni. Yok. Ben tabii ki mesela 85 Mart'ta pazar vermişim yani. Oyda. Bu da bizden fazla geçim aldım. Şu an kalbimden vurur. Suyumuz alın. Mənfi bir. O kocaman işi. Mənfi bir. O azem puan. Mənfi bir. Karşılamaya azem. Yani nece diyeyim evi? İlvi adını. Bize gelenden hemen birinci bir de Avaz aşağıda pişirsən burada oturub yemək yeyirsən ha? Ne yapsaydım ben de birileriyle birlikte tabaya mı girseydim? Ya özüm onu vereceğim yani. özür diliyorum sen de. Bu pomidor Allah rızası biri bana versin. Ay bak. Bunun da bize bazılarını yapamazmamalar olur. İşte evde yoktu falan. Saat çox dadlıydı əslində. Mən ilk dəfə idi, ağzımı təmizləyim. Mən ilk dəfə idi Sezar saatı yerdim məncə. Yəni ilk də olmasa çox nadirən yeyirəm. İlklərdən biri idi. Mən bəyəndim. Normalda sosu və pendirinə görə şey eləmirəm. Yəni pendir yemədiyim üçün mayonez yeyirəm. Nəsə, yəni ona görə bəyəndim. Yəni döş əti və pomidor olan hər şeyi yeyirəm. Qarşılamanı bəyənmədim. Çünki nasıl özü yox idi. Mən getdim Xunaya. Amma çox da bir şey demirəm çünki yemək bişirir. Yəni yazıq işdən gəlir. Yəni Sezara puan verim. 3 olsun. 3,5. Salat çox quru idi. Yəni bahalı sos almaqla deyil. Bahalı alıb bir damcı vurub yəni. Biraz orta qiymətlisini alıb çox vurmaq olar. Çox quru idi. Çox quru idi bəli. Başqa elə heç nə yeməmişik. Başqa kola qəşəng idi. Qarşılama Azər bizi qarşıladı, bəli, qəşəng qarşıladı. Əlimizdəki veşləri aldı, bəli. Aha. Çox üzr istəyirəm. Şirkətdən zəng edirdilər. Bilmiyorum, hələ ki yaxşıdır hər şey. Hədiyyəm mən səs eşitdim. Qışqır səs gəldi. Saz məncə çöldən sifariş verilib. Məncə çöldən sifariş verilib, inanmıram. Pomidor çox az idi, sosu çox az idi. Kahsı dadsız. Başqa nə deyim? Yəni yediyim ən yaxşı şeydir Sezar, amma pis deyil. O yüzden məncə çöldən sifariş verilib. Bu yazır bunu bu dəqiqə. Başqa sual var? Qarşılanma çox bərbad. Yəni qapını açdı. Yəni heç sevmədim. Hətta yəni Azər gəldi bura, gəlin, keçin, zar. Nətər olur? Girdim otağa ki, bir görüşüm. Çəkil. Yəni bu nə temadır? Olsun ki, bir bunun gündür. Yəni ən azından xoş gəlsin. Keç bir təbrik edəcəyik. Ay sağ ol. Sonra hamının yeri göstərilmədi. Bəşərliyimi istəyirdim. Ondan sonra hələlik bu qədər. İndi davam edir də, görək nə olur.
Başqa sual var? Hə, bəs. Salat yaxşı idi, baharatı yaxşı idi. Prosto biraz tomatı, yox, biraz sos pis idi, sosu pis idi. Pis idi deyəndə az idi daha doğrusu. Belə maksimum 10 baldan 7. Bəs qarşılamaq ümumi bir yorum. Ümumi yorumdakı Azər yaxşı qarşıladı. Azərə 10 üstündən 8, Nastiyə 10 üstündən 7. Belə şey yaxşı idi. Salam. Mən salatı çox bəyəndim. Əməyim də var idi içində. Ona görə ekstra bəyəndim. Qarşılamayı da heç kim hamı bir söz dedi, amma mən bəyəndim. Yəni mən qarşılamadım. Mən marketə soxdular, oradan girdim bloka. Amma yenə də qəşəng idi. Bacımla Azəri seviyorum. Azəri prosta göstəremiyoruz. Heç nə olmaz. Sağ olun. Salam, mən Nəzakət Qasımova. Bugün evimə qonaq gəlmişlər, üstümə çox gəldilər. Özəlliklə də Mario çox kobud davrandı mənə. Salatımın gözünə də sürtdü, amma yalandan dedi ki, yemək hanı. Nəysə belə. Dəniz çox yaxşı iştirak etdi. Sezar salatı sevmədiyi halda Sezar salatımdan 15 boşqab yedi. Bacım da bıçağı belə. Davud və Ülvin armasındaydı hər şey, amma Mario çox kobud davrandığını düşünürəm. Bugünün sabahı da var. Gözəl onu götürəsən də. Bir dənə söz soruşum. Bu aşın üstüdür. Fərq var ya sənin üçün. Yox, fərq yoxdur, soruşam. Hadi ben size. Yəni birazdan Abi yandıracağım da nəsə. birazdan biz oraya keçəcəyik də yəqin ki. Deyim mi? Köprülərdən gəlirəm. Yakalandınız. Aslanım. Ne durumda yemekler? Renk eşitsizliği var. O yüzden. Da. Yerim taze. Bu ağ idi ya. Götür boşqabını çək. Ay, ay. Kəndisi yaxşıdır. Bu el çalın. Allah. Yerim anlamıyım bak. Şey Doğru təbləri, o qaraxal eləyirdi. Eləməyib yəni xalı şey. Abartmıram xalı eləməyib. Tasqa eləyir. İkidən gün pardon yoxdur da. Bir var zat da Ay, təsəvvür et qapının ağzına düşürsən. Bu anlama verirlər. Böyle dönem yoxdur. Aşkı bu. Sənin nəyin var? Zahmet elə yaxşı. Döyüşdə də durur. Yaş sabitka var. Hə. Bir apamdır toğlara sən. Heç olmasın deyə soruşdum. Nəsin kontrol Hesab tuturam. Sizdə karakter sonlandı. Mən də çox sözümdə mən. Qardaşlar Sağ ol. sənədilər. Köpnödən şu Mən aşı bəyənmədim biraz. Mən nə bilim, mən belə aşlar sevmirəm. Mən belə lap dənə-dənə olmalıdır. Ona görə sevmədim aşı, ət də sevmədim. Biraz çiğimsi olmuşdu. Ona görə bacıma buradan puan kıracağım. Bir də mənə dedilər ki, get sok gətir. Dəniz dedim. Dedi get sok gətir. Buradan da bir puan qırdım. 5-dən 3 verirəm. Aşırı beğendim. Düz nənəmkinə çatmaz. Yəni nənəmki top 1. Amma top 1 özüm. Number 1. Number 1. Amma həqiqətən çox bəyəndim. 2 qab yedim. Aşın dibini mən sıyırdım. 2 dənə də toyuq yedim. Qəşəng idi, bəyəndim. 5 üzərindən 4. Aş haqqında. Aş yapış idi. Sonra yedim. Yəni az yedim deyə məcbur olaraq yedim təbii ki. Daha yaxşısı ola bilərdi. Amma ət pis deyil. Ət yəni haqqını verib. Yəni dünyada yenilmən qəşəng ət deyil idi. Mən soruşmaq istəyirəm, yoxsa əlavə. Məncə onu da sifariş edib bu arada. Amma inşallah eləməyib. Ədviyyatlar, zatları yaxşı idi. Davud məncə biraz abartdı. Çünki Davud çox şey elədi ki, yaxşıdır zat. Amma aş yapış, yəni bərbad. Aş heç o da öyle idi, xoşuma gəlmədi. İçəridə tostoron səsləri eşitirsiniz yəqin ki, bu da mənfidir. Yəni bu dəqiqə tostoron səsi niyə gəlir orada? Və hamamın yeri hələ də mənə göstərilməyib. Yəni məlumatı verim.
artıq boğazım qıcıqlanır. Yəni aşdan bəlkə də zəhərləndim, xəbərim yoxdur. Görək Allah xırmızı xeyir eləsin. Bundan sonra bilmirəm nə var. Menüdə waffle olduğunu deyiblər, amma inşallah görək gəlirmi, gəlmirmi. Hə, bir də əlavə olaraq sularım çox gec süzülür. Yəni mən dəhşət əsəbiyəm o şəkildə. Nastya bir dəfə qışqırdım, cavab vermədi. Qəsdən elədim görüm gələcək yoxsa yox. Bunu da nəzərə alacağam təbii ki. Əlavə olaraq yaş salfetka istədim, getdi salfetkanı suladı, gətirdi mənə. Yəni bunu necə eləyə bilərsən bunu? Hələ ki yəni ondan puanlayırıq. Hələ ki 3-dür. Görək nə olur. Sağ ol. Hamama girə bildim. Hamama girən kimi ayağım yaş oldu. Yəni bu nə tərbiyəsizlikdir. Yəni arxadan olmağı çox böyük problemdir mənim üçün əslində. Yəni olmaz elə bir şey. Nəysə. Plus mən hamama girəndə məsələn döyüləm. Bu ikinci. Və son anda Məhrəban gördüm, yaxşı ki gördüm. Yoxsa o da çox pis böyük mənfi fəvaidir ki, Məhrəban. Amma məncə təzə bir Məhrəba verilməli idi bizə. Bu da bir. Başqa iş nə? Ülbü gələ bilər. Sağ olun. Deməli, yemək aş çox yaxşı deyildi. Normal idi. Belə çox da pis deyildi. Toyuq yaxşı idi, amma doymadım. Porsiya çox az idi. Sonra Nastya 2 dəqiqədən bir soruşur. Yəni xoşunuza gəldi, xoşunuza gəldi. Mürsəlin gizliz görevləridir. Vallahi bezdiriblər bizdə. Mən də tualetə girəcəm. Mürsəl bəyin yaxşı məlumatı üzrə corablarımı çıxardıb girəcəm. Yeylənmir. Bəli, bəli. Orada içəridən həqiqi heç kimin ayağı iyi gəlmir. Çox qəşəng məsələn qıymadı. 5,5-dan 6 deyəlim. Eləndə aşdakı mən hər aş bəyənmirəm. Bunu açıqlayım. 10 üstündən 9. Yəni həm qazmağı özü və əti. Ətdə nəsə biz hər baharat vermişdik. Məsələn turşu, zat deyəsən vermişdik. O daha dadlı eləmişdi. Bu səfər daha çox bəyəndim. Bu salatdan daha dadlı idi. Sağ ol. Salam, mən Nəzakət Qasımova var yenidən. Aşımın dadını mən özüm də bəyəndim. Qazmağını mən özüm də açığı biraz bəyənmədim. Bilmirəm, amma desəm çuşkalar bəyəndim. Nəysə, ətimi də bəyəndim. Prosta 2 dəfə idi nar şərabını eləyirdim. Biraz bundan ağızdadı kasıb olduğu üçün o bilər ki, bəyənməyiblər. Nastya xanım, Ülvi bəy hamamınızda çorabını çıxarıb girdi, dedi ki, tütün sudur. Burada damaşniklər var, geyinə bilərdi. Geyinməyibsə bu onun problemidir. Nə edə bilərəm? Nastya xanım, Nastya ətinizə çiğimsi dedi. O biraz mənə də elə gəldi. Başqa deyən oldu. Bilən sənə mən istəmişim yəqin ki. Prosta məni çox tələsdirdilər. Aşım da məncə tam bir 10 dəqiqədə qalmalı idi. Nastya xanım, Mario bəy çox şeylər dedi. Nə? Hamamınızı dedi ki, çox pisdir dedi, satqan tüpürüb gətirdi. Tüpürməmişdim, sulamışdım. Başqa kim nə dedi? Dəniz nə dedi? İstəmədi. Yaxşı, sağ olsun Dəniz Love Club. Waffle'lar elədi özəlliyindən bu xanım. Eklerlərimiz var. Bana bir dakika da 3 saniye ona bak. İstila yani böyle iğrenç. Benim güzel yani şey geldi. Ya Davut iş görür ya. Tam da orada çok kaldı. Farmada o. Mario davay. Şey mali. Nasıl korsan meşgulsan. Patkan koydum lan. Yere yakınmadı. Gazi'nin yerine yakıldı o yalan. Mafya oynuyoruz. Tamam sen kazık oldu. İyi heydə də olur, iyi heydə. Ümumi Nastını bəyəndim, Azəri bəyənmədim. Ümumiyyətlə oğlanları heç birini bəyənmədim. Çünki biz iş görürdük kuxnada, amma heç biri əllərini ağdan qaraya vurmadılar. Sağ olsunlar. Yeməklər qəşəng idi, bəyəndim. Qəşəng idi. Hər şey okey idi məncə yəni. Qarşılamada bir Nastya yox idi, onu bəyənmədim. Oradan puan qırıram. 5-10. 5 4 verirəm onda. Hamıya ayrı-ayrılıqda olmaqlarına təşəkkür edirəm. Acımı burada keçdiyimizə görə çox xoşbəxtəm. Nastyaya bütün yeməklərinə görə təşəkkür edirəm. 10 bal verirəm. İnşallah
Müsəlcinin evində mənim yeməyimə davam xal gözləyirəm. 5 üzərindən 5 verirəm. Mən bəyəndim bugünü. Biraz çox işlədim. Qazla sürtürdüm axırıncı dəfə. Amma Azəri bəyənmədim bugün. Azərə 0 verirəm. Nastiyama 5 üzərindən 5 verirəm. O da bacımdır deyə biraz oradan avantajlıdır. Bu qədər, sağ olun. Axı deyirəm günün sonuna gəldik, çatdıq. Hər şey dəyərləndirsək 10 üstündən 9. 5 üzərindən. Bunda 4 yarım. Yarım da niyə biz istidik ona görə. Ha belə hər şey mükəmməl idi. Sağ olsunlar, yaxşı qarşıladılar. Düzdür, mafiya oynadığı uduzdu. Amma işte olmazsa nasıl olsun. Bizə şey qalsın. Çay gəldi. Birinci mənim gəldi. Mən çox ürəyimə toxundu. Təşəkkür edirəm çaya görə. Amma bir ara masanı yığmaq orada, yəni o çox pis planını düşürdü. Xəbəriniz olsun. Şirniyyat olaraq bizə waffle verildi. Amma mən gözlədiyim waffle da öyle idi, amma dadlı idi, pis də öyle idi. Şokolatı biri dağıtdı. O yəni çox pis görüntü idi. Yəni həqiqətən mən o şokolatı yemək istəmədim. Ona görə oradan da bilmirəm indi baxaram. Əslində ev sahibi də öyle deyə fikirləşmək olar ki, yox. Ev sahibi eləsəydi amma 100% puan qırılacaqdı. İkinci olaraq bizə eklər soxuşduruldu. Özümə hazırlamışam zat deyildi. Yəni o bilinirdi ki, ən azından sifariş gətirən eləmə bunu. Yəni olmaz elə bir şey. Ona görə oradan da puan qıracağam yəqin ki. Bilmə ortalamam 10 üzərindən hər şeyi fikirləşərək, bu da puan düşürəcək bu arada. 5-5 deməyin. Aşı bəyənmədim. Ət yaxşı idi. Aş var idi bu arada məlumat vermədim deyəsən. Vermişdim yoxsa? Vermişdim. Vermişdim. Ayaq yolunu axırcı tapdım. Onu da demişdim. İşimi də gördüm. Çox gözəl idi. Sadəcə bu tualet kağızının biraz yuxarıda olması qəribə gəldi adama. O biraz sıxıntıydı. Bu arada tualet bərbad vəziyyətdə idi. Yəni Azər çıxandan sonra mən ora yəni baxanda ürəyim bulandı. Yəni ona görə yəni yediyimi qusa bilərdim. Ortalama olaraq 10 üzərindən 5 üzərindən vereyim. Hə, elə bir deyirsən 10 üzərindən 5 ver. Hə, 5 üzərindən buçuq var. 2,5. Düşməsin də. Salam. Düşdü. Son az günü. Başarı seçmek. Bu da mənim üzümə qalacaq. Nəzrin yaptı.